2599 manata Nvidia RTX 4060 və Ryzen 7 8845HS prosesoru üzərində notebooku sizlər üçün təqdim etmək istəyərdik. Modelin adı isə HP Victus 15 gedir. Həmçinin Windows 11 Pro əməliyyat sistemi qutudan qiymətə daxildir. Sistemin əsasında 8 nüvə və 16 axına sahib olan AMD Ryzen 7 8845HS quraşdırılıb. Dünya notebook prosesorlarının sırasında 46-cı yerdədir və HS overclock deməkdir, yəni daha gücləndirilmiş versiya. Grafikaya Nvidia RTX 4060 video kartı cavabdeydi, 8 GB video yaddaş və 120 Watt maksimal TGP ilə. FPS testlərini indi ekranda görə bilərsiniz. Ondan əlavə bildirək ki, bu notebookda əsas yaddaş 1 TB təşkil edir, operativ yaddaş isə 16 GB DDR5 5600 MHz. Ekran 15.6 düymdür, Full HD IPS, yeniləmə tezliyi isə 144 Hz-dir. Görüntü keyfiyyətini də indi ekranda görə bilərsiniz. Həmçinin bildirək ki, notebookun çəkisi 3.35 kg təşkil edir belə. Bəs siz bu notebook haqqında nə fikirləşirsiniz?